Salamlar. Bu günləri biz Azərbaycan dilində çılıq, çılıq, çülük şəkilçisi ilə tanış olacağıq. Bu şəkilçi adlardan isim düzəldən şəkilçidir. Həmişə adlardan isim düzəldir. Məsələn, baxın burada yazılıb elə peşmançılıq. Çılıq. Peşman insan. Bir də var çılıq, 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 peşmançılıq. Addan hansısa bir addan isim yaratdı. Düşmən. Baxın, burada da düşmənçilikdir. Düşmən sözün köküdür. Düşmənçilik. Bu da çilik şəkilçisi, leksik şəkilçisidir. Çobançılıq gedir. Kasıbçılıq. Bunların hamısı isim olmaz. Adlar ancaq ismə aid deyil axı. Peşman insan, necə insan? Çılıq, 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 çülük şəkilçisi də birləşdi, düzəltdi isim. Sağ olun, gələn dərslərdə görüşərik.